Böyük görə evdə kim var? Ay, salam aleyküm. Ay, salam, hoş geldin. Bak size çay demlemişim. Demlemişim. Bakın senin güzel istekanlarda bak çay süzüyorum. Bak. Əsas məsələ Mənzurə Musayevanın əl qabiliyyəti var, yoxsa? Yo demezdim el kabiliyetim var. Böyle de çolma sudan çıkartıyorum. Sanalar alıştırın, başa verin karıştırın. Mənzurə Musayeva görək sənətçi dostlarına iftar süfrəsi hazırlayıb. Ben niye hazırlamıram ki? Əziz tamaşaçılar, bu günləri Mənzurə xanıma mənim sürprizim var. Maraqlı bir efir gözləyir tamaşaçıları. Mənzurə xanım həqiqətən heç bundan xəbəri yoxdur. Sürpriz bir dənə deyil. Deyirsən yenə, deyirsən Sürpriz bir deyil, iki deyil. Verişin axırında tamaşaçılar gözləsin. Bəli, tamaşaçılar gözləsin. Mən bilmirəm də indi nə olacaq. Sən həmişə sürprizlər eləyirsən, amma indi biri var ki, qabaqdan bilirik ki, kimsə nəsə eləyəcək də. Amma indi bilməyəndə özüm də narahatam da, görək nə olar. Bu yaxınlarda Mənzurə Musayevaya elçi gəlib. Göz yaşları, həssas anlar və ilk dəfə eşidəcəyiniz mətləblər. Halım pis oldu, bu söhbəti eləməsən yaxşı olar. Yalçın Uğur yenə də gündəmi dəyişəcək addıma imza atdı. Bu günləri həmin şəxs gələcək və Mənzurə xanımdan niyə ayrıldığının səbəbini açıqlayacaq. Çəkiliş zamanı gələn şəxs hamını şoka saldı. Mənzurə Musayevanın keçmiş həyat yoldaşı nələr danışdı? Az sonra. Mənzurə Musayeva həyatda özünü şanslı sayır, yoxsa? Allah Taala mənə hər şey verib. Niyə mən şanslı saymam? Cəmaət gəlib 40-45 yaşında populyar olur. Mən 15 yaşından populyar olmuşam. Bundan şanslı nə deyəm? Cəmaət 45 yaşında ev eşiyi görür. Mən 15 yaşından 2-3 dənə ev almışam. Kim eləyib? Heç kim. İndi Allahın qismətidir də. Deyir Allah hər tərəfli insanı xoşbəxt eləmir də. İndi əlbət belə məsləhət imiş ki, nə bilim, hər şey verdi, amma evlat vermədi də, nə bilim. Ağlım kəsəndən, laf elə belə deyək də, 15 yaş, elə kəsməmiş deyərəm, yəni ağlım 15 yaşında insan nə bilir ki, pul qazanmaq nədir, nə deyir. Biz Corətdə yaşamışıq, o deyir, indi villa görənlər, biz elə uşaqkən villada yaşamışıq. Belə deyək, bizim sinif yoldaşlarımız nişanlanırdı, ailə qururdu. Hər zaman mən başdaydım. Belə deyim də, yəni mən qarmonda ifa eləyirdim. Qarmon ifa eləyirdim, bir dənə də mikrofon qoyurdu qabağımıza, bir dənə də nağara çalan tapırdım, gətirirdim. Həm ifa eləyirdim, həm oxuyurdum. O vaxtın ayaqda belə təmtəraqlı olurdu da, balaca, məsələn, evdə zadda. İndi biraz təmtəraqlı eləyiblər. Yəni, mən təsəvvür edin ki, nə qədər pul qazanırdım. Mənzurə xanım, sizinlə danışılacaq sözlərimiz həqiqətən çoxdur. Maraqlı suallar gözləyir. Sizi çətinə salacağıq. Yox, çox çətinə salmadı indi. Bu məqamda istəyərdim sponsorlarımız haqqında məlumat verim. Sponsorumuz Elif Electronics'dir. Bugünə qədər Elif Electronics bir çox məşhurlara hədiyyələr göndərir. Elif Electronics'də hazırda endirimlər davam edir. Bir çox məhsullara endirimlər var. Siz də gedin, yararlanın. Yaxın günlərdə Mənzurə xanımı da Elif Electronics'də aparacağım, şəxsən özüm oraya aparacağım və oradakı endirimlərdən yararlansın. Elif Electronics'ə getsəz, adam əlindən yeri yoxdur. İnsanlar, hər kəs o endirimlərə yararlanır. Çünki həm keyfiyyətlidir, həm sərfəli qiymətlərdir. Elif Electronics yerləşir Sədrəkdə, Şirniyyat bazarının arxasında. Elif Electronics bu sahədə özünə rəqib tanımır. Əziz tamaşaçılar, biz Sədrək Ticarət Mərkəzində yerləşən Elif Electronics mağazasındayıq. Türkiyə markası olan Elif Electronics'də gözəl qazanlar
çaydanlar, ət çəkən maşınlar, samovarlar. Bir sözlə, burada bütün məişət əşyaları var. Digər sponsorumuz haqqında danışmaq istərdim. Aztürk Filter. Aztürk Filter 10 ilə yaxındır Azərbaycana fəaliyyət göstərir. Günə qədər bir çox məşhurlarımızda Aztürk Filterdən filter quraşdırdılar. Ötən verilişimizdə Bahar xanım evinə filter quraşdırdılar. Aztürk Filterdən bu günlərdə Mənzurə xanımın evinə filter quraşdırılacaq. Sağlam həyat istəyirsinizsə, Aztürk filterlərindən siz də evinizdə quraşdırın və sağlam sudan istifadə edin. Mütləq. Suyumuz saf olmalıdır. 10 ilə yaxındır Azərbaycanda fəaliyyət göstərən Aztürk su filtrlərinin yeni mağazasındayım. Burada hər növ su filtrlərinin satışı mövcud. Aztürk su filtrlərindən bağ evlərinizə, müəssisələrinizə sifariş verə bilərsiniz. Su həyat. Bu yaxınlarda Mənzurə Musayevoya elçi gəlib. Göz yaşları. Həssas anlar. Və ilk dəfə eşidəcəyiniz mətləblər. Halım pis oldu, bu söhbəti eləməsən yaxşı olar. Yalçın Uğur yenə də gündəmi dəyişəcək addıma imza attı. Bu günləri həmin şəxs gələcək və Mənzurə xanımdan niyə ayrıldığının səbəbini açıqlayacaq. Çəkiliş zamanı gələn şəxs hamını şoka saldı. Mənzurə Musayevanın keçmiş həyat yoldaşı nələr danışdı? Az sonra. Gün başladı, məclisə getdi, məclisdən gəldi. Yəni bütün bu işlər pul qazanmaq üçün də. Pul qazandı, amma gəlib bir günün sonunda evində dincələn zaman nə fikirləşir? Ki, yəni bu əziyyətlər nə üçündür? Əslində əziyyət yaşamaq üçündür. Mən yəni hoşum üçün yaşayıram. Nə bilim, istədiklərim həyatda olmadı da. Allah mənə hər şey verdi, amma bir dənə övlad vermədi, amma ki saxladığım uşaq demək olar ki, mənə əzizdən də əzizdir, həm məni çox istəyir, kürəkənim də çox yaxşıdır. Yəni məni evladım olmamağını unutturublar da. Yəni mən elə bilirəm ki, yəni o mənim evladımdır, o da nəvəmdir. Yəni düzü çoxu deyir ki, yəni gərək özünün olsun, nətər olsun, amma anamın hərdən bir sözü var. İndi bilmirəm mənə təskinlik vermək üçün deyir, yoxsa nə üçün anam deyir ki, nə olar, bilən görürsən kimisə 5 uşağı var, amma ata-ana qocaman evində yaşayır, ya nə bilim, yola getmir, uşaqlar pis olur. Deyir, bəlkə Allah bilir, məsləhət bilib sənə evlad verməyib, bəzən olsaydı yaxşı olmazdı, pis olardı. Mənzurə Musayeva nələri qurban verərdi ki, bioloji ana olsun? Hər şeyimi qurban verərdim. Nə üçün? Bir dənə şeydə balanın dadını bilmək üçün. Başqa işinə ki, yəni mən bala üçün hər şey eləyirəm, amma bilmirəm ki, belə olur, yəni ana belə olur, onu bir dənə bilmirəm də, mən balanın dadını bilmirəm. Məsələn xanım, 2 dəfə ana olmağa hazırlaşırdınız. 2 dəfə. Bir dəfə bir açıqlama vermişdiniz. Həmin ərəfləri necə xatırlayırsınız? Nə olar, onu salmadı yadıma. Amma alınmadı, Allah vermədi, alınmadı. Xəstəlik oldu, nə oldusa da alınmadılar, heç nə alınmadı. Ona görə demək, ona görə deyirəm, Allah qismət eləmədisə, bəndə kimdir ki? Gərək Allah istəsin. Biz halım pis oldu, bu söhbəti eləməsən yaxşı olar. Məsəl çox. Bu söhbəti eləmə. Bu söhbəti eləmə, istəmirəm. Lazım deyil. Məsələn, mən qırtlayırım.
olmadı, getdi. Daha təzədən evlad olan deyil, təzədən yəni mən ailə quran deyiləm. Nə var? Ona şükür eləyib oturmaq lazımdır. Allah şükür hər şeyim var. Demirəm, çoxdur. Özümə görə Ya bundan sonra Allahdan nə istəyir? Mən bundan sonra heç nə. Bir mamama can sağlığı istəyirəm. Özümə can sağlığı istəyirəm ki, mamam həmişə məmnun olsun. Başqa heç nə istəmirəm. Mamam deyirəm yanımda olsun. Ona görə deyirəm, tək qalmaq əlbəttə faciədir, faciə. Tək qalmaq. Düzdür, tək qalmaram. Bacımın uşaqları var, bacımın nəvələri var. Öz nəvəm var, belə götürək də. Mənə hər halda tək qoymazlar. Qudalarım var. Bir qadın həyatda neçə dəfə sevə bilər? Yox, sevgi azaddır. Yəni sevə bilər. Mənzura müsahibə neçə dəfə sevib? 3 dəfə. Bir ailə quranlar. Sonra da nə bilim, sevdim alınmadı. Ki? Hə, bir də. Elə bil mən sevməyi başa düşmədim. Ya aldadıldı Mənzura müsahibə yoxsa? Yox, aldanmadım. Yəni qarşı tərəfi bilirsən, fırıldaq adamlar çoxdur. Mən də heç vaxt aldanmaq istəməmişəm. Məsələn, istəmişəm kimsə seni. Sonra görmüşəm mənim uyğun gəlmir məndən, özüm dala çəkilmişəm. Ona görə mən tək gəlmə qalmağımın səbəbi odur. Mənzura müsahibə özündən yaşda kiçik bir bəyə aşiq ola bilərmi? Heç vaxt. Heç vaxt. Yox. Mənə məsələn çox sevirlər, çox istəyirlər, çox təkliflər olur. Mən bilirəm bu mənasızdır. Mən bundan niyə baş qoşmuram? Hə? Sən nə məsləhət? Mənzura müsahibə evli bir bəyə aşiq olubmu nə vaxtsa? Hə, elə səhv eləmişəm, olmuşam yəni ki, onu da üstündən kres çəkmişəm. Heç vaxt heç kim mənim kitabımı bağlamayıb, heç vaxt. Ailə qurmuşam, özüm ayrılmışam. Yəni mən kimisə sevmişəm, özüm kres qoymuşam.